Qatarda iş var yoldaşlar, qatarda iş var. Bu, yəni bələdçi işi deyil. Bu, catering şirkətinə, belə deyim, məxsus olan bir işdir. Sürət qatarında satış təmsilçisi işidir. İndi mən sizə vəzifə öhdəliklərindən də bəhs edirəm Allah qoysa. Kompüter bilikləri vacib deyil burada. Əmək haqqısı 450 manatdır. Üstə gəl də satışdan faiz bonusları var, 5%. 6 aydan sonra da əmək haqqı arta bilir. 18-27 yaşlı şəxs olmalısınız. Cins söhbəti yoxdur. İş təcrübəsi varsa nə gözəl, yoxdursa da iş təcrübəsi olmayanlara da öyrədilir. Bəs nə iş görürsünüz yoldaşlar? Qatarın, belə deyim də, təyin olunmuş vaqonlarında isti, soyuq içkilər və digər şirniyyat məhsullarının sərnişinləri satırsınız. Müştərilərə məhsul haqqında aydın və səmimi məlumat verirsiniz. Bu tipli bir işdir. Belə bir işdir. Bir ilə yaxın iş təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. Növbəli iş qrafikidir. Ay ərzində də müxtəlif mükafatlarınız olur. Naxar da verilir. Nizami rayonundadır yoldaşlar. Ümumiyyətlə şirkətimiz, belə deyim. Bu işə də müraciət etmək üçün CV-niz olmalıdır yoldaşlar. CV ilə müraciət etməniz tövsiyə olunur. Digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmacı seçimini çəkirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzovada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.